bir xəbər oxudum. 17 yaşında bir qız, 18 yaşında deyirlər, amma mənim oxuduğum bir mənbədə 17 yaşında qeyd olmuşdu. Hər nəysə, hər iki türlü də onsuz da bu qızın ilk dünyaya uşaq gətirməsi deyilmiş. Yəni 18 yaşından əvvəl onsuz da bir dəfə dünyaya uşaq gətiribdi. Bu uşaq dünyaya gətirəndə həyatını itiribdi. Özümü o qızların yerinə qoyuram. Yəni düşün də, gözünü aça bilməmsən, heç vaxt sevgi nədir bilməmsən, düzgün ailə necə qurulur bilməmsən. Yəni və birdən-birə heç tanımadığın bir adama sən eyni evin içində basıblar, bir də o insanla birlikdə olma məcburiyyətində qalmısan, bir də o insanın uşağını dünyaya gətirmə məcburiyyətində qalmısan, bir də o uşağı dünyaya gətirəndə həyatını itirmişsən. Əlimizdə həyatımızdan daha dəyərli nə var? Onsuz da qazanmaq istədiyimiz, bu hırslandığımız hər bir məsələni zaten həyatda qalmaq üçün eləmirik və bir uşağın həyatı əlindən alındı. Bir şeyə münasibət bildirmədən qabaq özünü sadəcə o insanın yerinə qoyun. Görürəm, həqiqətən bəzi oğlanlar o qədər absurd şeylər yazırlar ki, qızların özü də, sadəcə cinsiyətçilik eləmək üçün demirəm, çoxunluqla oğlanları görmüşəm. Elə qadınların özləri rəylər yazırlar ki, mən də 15 yaşında evlənmişəm, nə var burada? Başa düşürsən, sənə edilən pisliyi başqasına eləməyini istəyə bilməzsən də. Ya da oğlanlar gec-gec şeylər yazırlar. Yəni sizin də qız uşağınız olacaq, bəlkə bacınız var, ananız var. Yəni illa bu səviyyədə danışmaq lazımdır ki, başa düşəsiniz. Görsən mən heç bir qohumumun evində tək qalmağı qoymur. Yəni dostlarımı buraxır, öz qohumumun, öz bacısının belə evində qoymur məni qalmağa. Çox da düz eləyir. Mən əvvəl dedim ki, görsən mamam niyə belə eləyir? Çox da düz eləyirmişəm. Bu hadisələri görəndən sonra qadın yəni normal olaraq istəmir də evladı gözündən qıraqda dursun. Əvvəl mən dostlarımda qalmaq istəyirdim, mamam qoymurdu, çox əsərləşirdim də ki, niyə qoymursan? Başa düşürəm, öyle qadın. Oğlanın ailəsi ki, oğlunu öyrətməyiblər ki, oğlum yox deməkdir. Yox deməkdir. Bir qadın sənə bir şey eləyəndə yox deyirsə, münasibət qurmaq istəyirsən yox deyirsə, o yox deməkdir. Və qız ailələri də qızlarla baş salmalıdır ki, evladım, bu var və olmaz. Başlayırsan, bunu sənə edilmək olmaz. Çünki bəzi uşaqlar həqiqətən bilmirlər, nə olar, nə olmaz. İnsanlar sənə sizə toxuna bilməz, bu olmaz. Sizin çox yaxınınız da olsa, sevgiliniz 10 illik sevgiliniz, neçə illik sevgiliniz, o sizi toxuna bilməz uşaqlar. Siz əllə tutmaqdan getmişsiniz. Yeni nəslin, yəni bizim artıq bir şeylərə dayan deməyimiz, bir şeyləri artıq özümüzdən başlayaraq dəyişdirməyimizdir. Keçmiş nəsli dəyişdirə bilmərik, amma gələcəyi dəyişdirə bilərik. Bunu